Salam Vəfa, hər vaxtınız xeyir. Bəli, ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan yerli və xarici vətəndaşların təxliyəsi prosesi davam eləyir. 28 fevral saat 08:00-dan indiyənədək 240-dan çox Azərbaycan və 1000-dən çox əcnəbi vətəndaş ölkəmizə təxliyə olunub. Təxliyə olunanlar arasında Səudiyyə Ərəbistanı, Pakistan, Tacikistan, Hindistan, Nepal, Tunis, Kuba, Fransa da daxil 40-dan çox əcnəbi vətəndaş təxliyə olunub İrandan ölkəmizə və onu da qeyd etmək istəyirəm ki, Türkiyə və İran sərhəddində vətəndaşların keçidinə məhdudiyyətlər qoyulub. Bu barədə Türkiyə Ticarət Naziri Ömər Bolat məlumat verib. Onun sözlərinə görə vətəndaşların keçidinə məhdudiyyət qoyulsa da yük maşınlarının keçidi sərbəstdir və bununla da Azərbaycan regionda ən təhlükəsiz keçid məntəqəsi rolunu oynayır və bütün əcnəbi və diplomatik nümayəndələr İrandan təxliyə olunmaq üçün ölkəmizə üz tutublar və son 2 gündə İsveçrə, Serbiya, Slovakiya, Braziliya, Rusiya da daxil bir çox dövlətin diplomatik nümayəndələri və səfirlikləri ən təhlükəsiz keçid məntəqəsi olaraq İrandan Azərbaycana təxliyə olunublar və onu da qeyd etmək istəyirəm ki, təxliyə olunanlar üçün burada hər bir şərait yaradılıb. Təxliyə olunanlar üçün isti çay süfrələri qurulub, təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib və onlar buradan xüsusi avtobuslarla paytaxta, oradan da öz ölkələrinə qaytarılırlar. Biz hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik və yenidən xatırladım ki, İrandan ölkəmizə 240-dan çox Azərbaycan, 1000-dən çox əcnəbi vətəndaş təxliyə olunub. Əsas üstünlüyü isə son 2 gündə diplomatik nümayəndələrə verilib İran tərəfindən. Əsasən Serbiya, Slovakiya, İsveçrə, Rusiyanın diplomatik nümayəndələri İrandan ölkəmizə təxliyə olunublar. Bəli Vəfa, mənim bu saata çatdıracaqlarım bu qədərdir. Söz yenidən sizdədir.